balta ilə barmağını kəsib. Çəkdiyim xərci vermədilər. Bıçağı götürüb qarnıma soxub özümü öldürüm. Bizim gəldiyimizi görüb qapıları bağladılar. Parmağına adam xəsarət yetirib. Paytaxt sakini deyilir ki, bir müddət əvvəl Şirin Mirzəyev küçəsindəki restoranda çalışıb və iş vaxtı xəsarət alıb, balta ilə barmağını kəsib. Amma çəkilən xərci restoran rəhbərliyi ödəmir, boyun qaçırır. Bəs bu deyilənlər nə qədər doğrudur? Bu sualın cavabını tapmağa çalışacağıq. İş vaxtı işdə qəza olub, barmağım kəsilib balta ilə. Hər şeyində özünün şeyini mən öz hesabıma ödəmişəm. Yəni sizin bu indi obyektdən istədiyiniz nədir? Mənim əməliyyat olmağımın maddi hesabını versinlər. İşdən çıxmısınız artıq? Bəli. Niyə çıxdınız? Çıxmaq səbəbim odur. Ağır işlər görürəm ona görə. Burada fəhlə əvəzində də işləmişəm. Odun daşı, nə bilim, su daşı, çayçı işləmişəm orada. Xeyir ola, mən başqa işlərdə işləməliyəm. Maaş. Onu tam almısınız? Gündəlik alırdım, bəli. Günə nə qədər? Günə 25 manat. Amma deyirsiniz ki, o çəkilən xərci vermədilər. Bəli, mən o çəkdiyim xərci vermədilər. Nə qədər çəksiniz xərc? Özəl xəstəxanaya getdim, dedilər ki, yəni xərci çoxdur. Lazerlə tikişdən əməliyyata barmağımda qalmağını istəmirəm. 250-300 manata yaxın xərc çəkmişəm. Mən də o təzminatı istəyirəm onlardan. Vermədilər. Xeyr. Başqa işə gedəsiyəm, gedə bilmirəm. Bu əllə, bu barmaqla heç arada işə götürmürlər. Hamı dediyi ki, ağır işlərdir. Və mən nə etməliyəm? Təzminatımı istəməliyəm də. Vətəndaş deyir, burada işləmişəm, iş vaxtı xəsarət almışam, amma mənə yardım etməyiblər. Burada şükür Allah ki, yaxtı vaxtında yeməyin verirlər, yaxşı baxırlar. Demir, mənə yemək vermirdilər. Deyir ki, xəsarət almışam iş vaxtı. Burada odun doğurursan, özünün əlini vurub əzirsənsə, öz-özlərini yaralıysansa, sənin öz məsuliyyətindən asıldı. Bir var sən götürüb bıçağı götürüb qarnıma soxub özümü öldürüm ki, iş vaxtı olur. Öz diqqətsizliyi, ehtiyatsızlığı səbəbindən barmağına adam xəsarət yetirib. Onunla bağlı biz bildirmişik ki, rəsmi olaraq yaxınlaşdığı xəstəxanadan bununla bağlı bir bildiriş gətir. Biz onun əsasında sənə dəymiş maddi və mənəvi ziyanı qarşılamağa hazırıq. Bizdən qeyri-rəsmi formada tələblər eləyir. Qeyri-rəsmi deyərkən, yəni çox pul istəyir yoxsa? Daxili məsələdir, lazım olacaqsa hüquq mühafizə orqanları tərəfindən araşdırılası bir məsələdir. Ümumiyyətlə fiziki şəxsin məbləğ olaraq qeyri-qanuni şəkildə istəməyə birbaşa hüquq və ziddə prinsipə, yəni ziddir. Deyir ki, mənə çayçı götürmüşdülər, amma odun doğradırdılar, fiziki işlər gördürürdülər. Yəni bunlar vardı, yoxsa? Fiziki iş gördürməmişik. Çayçı odun doğrayıb samovarı kim qaynatmalıdır? Çəkilən xərci rəsmi formada, bildiriş forması gətirib göstərmək mümkündür? Özəldən vermirlər axı. Mən özəldə əməliyyat olmamışam. Dövlətdə əməliyyat olmuşam. Bayaq özəldiniz axı. Özəldə qiymətini maraqlanmışam. Yaxşı, dövlətə nə qədər pul çıxdı? Dövlətə xəstəxanada öz sığorta ilə olub, amma iynədərmanlıq xərclərini özüm çəkdim. Nə qədər pulunu çıxıb? Hardasa 150-200 manata yaxındır. Əgər şəxs iş vaxtı xəsarət alıbsa, işə götürən onun müalicə etdirməklə bağlı tədbirlər görməlidir. İndi burada araşdırma aparmaq lazımdır ki, işçi həmin xəsarəti iş şəraitində hansı formada alıb, öz səhlənkarlığı olub, olmayıb və s. bu məsələlərdə dəqiqləşdirməlidir. Amma belə olan halda həmin xərci ödəməlidir. İşçi isə ürəyi istədiyi təzminat qiymətini işə götürənə deyə bilməz. Bununla bağlı obyektiv reallığı əks etdirən konkret olaraq çəkilən xərc müəyyən olmalıdır. Ekspertiza keçirdə bilərlər, ekspertiza nəticəsində vurulan xəsarətin dərəcəsi müəyyən olunur və həmin xəsarətin müalicə olması üçün tibb məntəqəsində klinikada hansı qiymətə, hansı şərtlər daxilində müalicə etdirmək mümkündür. O müəyyən olunub, təzminatı ala bilər. Tərəflər razılaşmasa, aidiyyəti qaydada əmək müfəttişliyinə və məhkəməyə şikayət edə bilərlər.